5-ci Yaşat düşərgəsinin 7-ci həftəsində növbəti gündə maraqlı anlarla yadda qalıb. Layihənin bu mərhələsində iştirak edən 14 yaşlı 37 şəhid övladı üçün psixoloqlarla fərdi və qrup görüşləri, eləcə də müxtəlif inkişaf etdirici master-klasslar təşkil olunub. Uşaqlar xüsusi maraqla qeyd edək ki, qarşılanan Face Art əyləncəsinə qoşularaq rəngarəng rəsmlər çəkib, xoş vaxt keçiriblər. Könüllülərin müşayiəti ilə keçirilən interaktiv oyunlar və proqramlar şəhid yadigarlarının istirahətinə xüsusi zövq qatıb. Bugün biz Face Art'dayıq. Qoluma özüm üçün rəsm çəkdirirəm. Bu keçirdiyimiz bir həftə boyunca çox maraqlı keçəcəyinə ümid edirəm. Biz burada müxtəlif oyunlar, master-klasslar öyrənirik. Həmçinin psixoloqlarla görüş isə bizə müxtəlif biliklər qatır, yeni şeylər öyrənirik. Yaşat düşərgəsində 5 ildir ki, buradayım. 5 ildir ki, həmişə ən gözəl vaxtları burada keçirirəm. Yay fəslində gözəl vaxtlar keçiririk və burada bizi hovuza düşürük və yeni psixoloqlarla danışırıq, yeni dostlarla tanış oluram. Könüllülər çox mehribandır və bura gələndə həmişə əylənirəm.